Salamlar hər kəsə. Bu gün sizlərlə birlikdə inkar cümlələri haqqında danışırıq. Deməli, biz inkar cümlələrlə bağlı suallar, testlər işləyərkən nələrə diqqət yetirməliyik? Onlardan danışırıq. Deməli, ilk növbədə danışırıq, bir cümlədə 2 dənə inkar ola bilməz. Ənənəvi qaydamız. Bir cümlədə 2 inkar işlənə bilməz. Gəlin baxaq nümunələrə bir yerdə. Deməli, birinci nümunəmizdə nə göstərilir? Don't do nothing. Okay? Bir dənə don't var və ikinci inkar nothing var. Bir cümlədə 2 inkar olmuş oldu və səhv olur. Və bunu necə inkarda edə bilərik? Baxaq. Əgər bir dənə inkar vermişəmsə don't, orada any və onun törəmələrindən istifadə edə bilərəm. Bu zaman doğru variant olur. Çünki any və onun törəmələri özləri tək başına inkarlıq bildirmir. Onların yanında mütləq şəkildə bir dənə inkar lazımdır ki, inkar bildirsinlər. İndi danışaq, hansı cümlələri inkarda işlədə, hansı sözləri inkarda işlədə bilmərik. Gəlin baxaq. Some və onun törəmələri. Yadda saxlayaq, some'ı biz həmişə işlədəcəyik təsdiq cümlələrdə. We don't need somebody's help. Görürsünüz, don't var deyə somebody'ni işlədə bilmərəm. Ona görə yanlış variant olur və onun inkar vermək üçün yenə dediyimiz kimi any və onun törəmələrindən istifadə olunur. Daha sonra nələri işlədə bilmərik? To, also, as well. Bunlar bu üçü yalnız təsdiq cümlədə işlənə bilər. To işlənir təsdiq cümlənin sonunda, also təsdiq cümlədə işlənir yenə də və as well də həmçinin. Daha sonra both and bağlayıcıdan danışırıq. Heç vaxt inkarda işlənə bilməz. Onun yerinə işlədirik, neither nor işlədirik. Deməli, both and bağlayıcı heç vaxt inkarda işlənə bilməz. Sonra danışaq hardly'dən. Hardly özü inkarlıq bildirdiyinə görə növbəti bir inkarın yanında da işlənə bilməz. Baxın, couldn't var, inkar, hardly işlənib, yanlış variant olaraq götürülür. Daha sonra either or təsdiq cümlələrdə işlənir. Həmçinin daha da mənası verir. Deməli, bu təsdiq bildirir, ona görə inkar cümlədə inkar olaraq işlədilmir və onun yerinə istifadə olunur, neither nor istifadə olunur. Daha sonra danışırıq and özü də inkar cümlədə işlənmir, onun əvəzinə or işlədilir. Baxaq, I haven't got an aunt and görürsünüz, haven't var, and var, yanlış variantdır. Haven't var, amma burada nə işlənilib? Or işlənilib. Deməli, buradan nə başa düşürük? And inkar cümlədə işlənə bilməz. İnkar cümlədə and'in yerinə or bağlayıcısından istifadə olunur. Daha sonra few və little. Bunları point price mövzusu keçəndə biz danışmışdıq ki, artiklsız olanlar, yəni few və little yoxa bərabərdir, amma artikllı olanlar, yəni a few ilə a little az da olsa var mənası verir. Görürsünüz, bunlar artiklsızdır, deməli yoxa bərabərdir. Yoxa bərabər olduğu üçün də bunlar özləri inkarlıq bildirir. Ona görə də növbəti bir inkar onun yanında verə bilmərik. Baxın, I didn't have little time. Didn't inkardı, little özü də inkardı. Bir cümlədə 2 inkar olmuş oldu. Ona görə də yanlış variant olaraq götürülür. Daha sonra baxırıq notun işlənmə qaydasına. Notdan sonra bizə lazımdır artikellı isim və any sayıla bilən cəm isim, sayılmayan tək isim də gələ bilər. Yadda saxlayın ki, notdan sonra ən çox əksər vaxtlarda testdə belə düşür. Artikellı isim tələb etməlisiniz. O olmalıdır. Daha sonra have feilinin to have feilinin əsas feil kimi işləndikdə yalnız got feili olduğu halda not inkar ədatı qəbul edə bilər. Yəni, yalnız got varsa not artırırıq. Yoxsa normalda olduğu kimi düzəlir. Baxın nümunəyə. Got var deyə not əlavə olunub. Daha sonra baxırıq. Have to modal feili müstəqil olaraq not qəbul edə bilmir. Ona görə də demişdik ki, bunlar modal feillərdən bilirik. Have to modal feilinin sualı və inkarı özü ilə düzəlmir. Do ilə, does ilə və did ilə düzəlir. Daha sonra baxaq no-nun işlənmə qaydasına. No. No-dan sonra mütləq şəkildə isim gəlməlidir və həmin isim də artiklsız olmalıdır. Sonra no of sözünü ilə işlənmir. Özündən sonra any və some gəlmir. Deməli, bir də danışa bilərik non-un isimsiz forması non. Baxın, non. Non-dan sonra isim gəlmir. Amma of sözünü qəbul edərsə, özündən sonra cəm isim, tək, xəbər tələb edir. Bir də saxlayın no or ifadəsini. No or ifadəsindən sonra heç vaxt artikel işlənə bilməz. Bunu yadda saxlayın. Daha sonra danışaq neither'ın işlənməsindən. Neither cümlənin sonunda işlənməz. Neither nor
Deməli, nordan sonra gələn isim sayıla bilən təkdirsə, orada mütləq şəkildə EN artikli işlətməliyik. Əgər işlətməsək, yanlış variant olaraq götürüləcək. Sonra neither of ifadəsi var ki, yenə də özündən sonra cəm isim, tək xəbər gəlməlidir və burada neither-la nonun fərqindən danışa bilərik ki, neither of işlənir iki şəxs və əşya arasında, non-of işlənir ikidən daha çox şəxs və əşya arasında. Sonra deməli, test edərkən diqqət etməli olduğumuz məqamlar hansılardır? Bayaq mən sizə dedim, neither iki şəxs, non ikidən daha artıq şəxs arasında işlənir, to, either, also, bunlar ancaq təsdiq cümlədə işlənməlidir. İnkar cümlələrdən işlətmirik biz to-nu, also-nu. Sonra either, deməli, həmçinin dadə mənasında həmişə inkar cümlənin sonunda gəlməlidir. Baxın, neither cümlənin sonunda işlənə bilməz, amma either həmişə cümlənin sonunda gəlməlidir. Also, həmçinin dadə mənası verir, həmişə təsdiqdə işlənir və cümlənin ortasında gəlir. Sonra to həm miqdar zərfidir, sifətin və ya zərfin qarşısında işlədilir. Həddən çox, həddən artıq mənasını verir. Bu halda inkar cümləsində də işlədilə bilər. Baxın, this coffee is too sweet. Görürsünüz, burada sifət funksiyasında işləndiyinə görə inkar cümlə daxilində də işlədilə bilir. Sonra, too many sayıla bilən cəm isimlərdən işlənə bilər. Too much sayılmayan tək isimlə də işlənə bilir to. Daha sonra baxırsınız nəyə işlənmə qaydalarına. Doesn't plus come, place, paint, give. Əgər does varsa görürsünüz, does'dan sonra feil necə olur? İlkin variantında olur. Yəni sonuna s artırmırıq bunları. Hansı formadadırsa, indiki formadadır, indiki formasına qayıdır. Bunları biz keçəndə sizlərlə zamanlar mövzusunda təkrarlamışdıq. Əgər did varsa cümlədə, does varsa, feil olduğu ilkin variantına qayıdır. Burada da görürsünüz onu həmin danışdığımızı did var deyə feillər indiki zaman formasındadır. Yəni keçmişlə görürsünüz. Qaydalı, qaydasız şəkildə keçmişə keçə bilməz. Olmalıdır ilkin variantında. Daha sonra don't have, doesn't have, didn't have bu cür işlədirik. Yoxsa doesn't has, didn't had deyə bir şey yoxdur. Doesn't has, didn't had bu kimi verə bilməzsiniz. Sonra have to-dan danışırdıq ki, sual və inkarı özü ilə düzəlmir. Nə olmalıdır orada? Do-dan, does-dan, did-dən istifadə olunmalıdır. Daha sonra has to modal feildə həmçinin yenə demişdik ki, modal feil kimi səsləndirilir və özünün inkarını verə bilmirik. Onun da inkarını does-la veririk. Deməli, have olanda inkarını don't-la, has olanda inkarını doesn't-la vermiş oluruq. Daha sonra baxaq, had to modal feili artıq burada da zamanına görə dəyişib deyə, burada didn't have-lə veririk. Digərlərdə olduğu kimi görürsünüz, have, don't have, haven't deyə bir şey verə bilmərəm. Daha sonra has-də də eyni qaydadır, doesn't have verə bilərəm, amma hasn't vermirəm. Have got, has got, bunları haven't got deyə verə bilirəm, hasn't got deyə verə bilirəm. Bu cür işlənilə bilər. Daha sonra danışaq bunlardan biraz qarışıq düşür bunlar. Məsələn, do shopping-ə baxın, görürsünüz. Burada inkar cümlə daxilində işlədirsinizsə, bir dənə də inkarı onun özündən əvvəl veririk. Baxın, do shopping yerində qalır və inkarı onun əvvəlini artırırıq. Don't do shopping. Çünki do shopping özü bir birləşmədir. Biz onu inkar vermək istəyiriksə, ondan əlavə bir dənə inkar göstəricisi göstərməliyik. Daha sonra do exercise, məsələn, çalışma etmək, çalışma yerinə yetirmək, bu da eyni qaydadadır. Özü do exercise, does exercise özü bir birləşmədir deyə inkarını vermək üçün əlavə bir dənə göstərici lazımdır bizə. İnkarlıq göstəricisi lazımdır. Və digərləri də eyni qaydadadır. Ev tapşırığı etmək, məsələn, axşam yeməyi yemək. Bunların hamısına özündən əvvəl görürsünüz, don't inkarlıq hissəciyi burada əlavə olunub. Digərləri də eyni qaydadadır. Yəni, birləşmə daxilində işlədilirsə, biz onun daxilindəki do-nu və does-ı inkara çevrilib onun inkarını yaratmırıq. Özündən əlavə bir dənə də köməkçi feillə onun inkarını vermiş oluruq. Daha sonra dedik ki, notdan sonra birbaşa isim gəlmir, ancaq necə artikelli isim gələrsə, işlənilə bilər. Və any gəlirsə, sayıla bilən cəm isim, sayılmayan tək isim də gələ bilər. Bu cür uyğunlaşdırırıq bunları. Sualda və inkarda had, has olmaz. Have dəyişməlidir. Mübtədə və onun təyini istisnadır. Bu nə deməkdir? Gəlin bir yerdə baxaq.
Where did she have lunch? Görürsünüz, artıq burada did var deyə mən had vermirəm. Sonra where does var deyə artıq burada mən has vermirəm. Yenə qaytarıram have. Daha sonra görürsünüz, artıq doğru variant budur. Who has lunch? Who had lunch? Görürsünüz, bir dənə birləşmədir, bir dənə göstərici deyə onu işlədə bilirəm. Yoxsa burada artıq yenə bir does olsaydı bu cümlədə has verə bilməzdim. Burada did ola bilsəydi, yenə had verməzdim. Yəni bir dənə göstərici olduğuna görə onu rahat şəkildə işlədə bilirəm. İnkar cümlələrdən də bu qədər. İnşallah növbəti mövzularda görüşmək ümidi ilə.